Uzun bir müddət sonra hər kəsə salam dostlar. Uzun müddətdir GeoGuessr videosu eləyə bilmirəm. Çünki oyuna bir yeniləmə gəlmişdi və o yeniləməyə görə pro üzv olmayanlar multiplayer oynaya bilmirlər. Mənim də hələ ki pro üzv ola biləcək, yəni ona pul verəcək səviyyədə deyiləm. Ona görə də multiplayer oynaya bilmirəm. Amma əgər nə vaxtsa buna fürsətim olsa, GeoGuessr-ə qayıdacağam. Sadəcə indi də bu dəfə fərqli bir şey eləmək istədim. Bu dəfə bayraq tapmaq oynayacağam. Başlayaq. Yəni oyunun qaydalarını özünüz görəcəksiniz mən oynayanda. İndi bir ölkə yazaq. Elə Azərbaycanı yazaq. Azərbaycan yazdım və 33% doldu. 33% doldu. 6 yaşıl belə ulduzlar falan boşaldı. Qırmızı isə Dominikanın bayrağına oxşuyur. Burada bir bayraq gizlədilib. Biz də ölkələri yazmaqla o bayrağı tapmalıyıq. Dominikanı yazdım və gördüyünüz kimi bayraq tam hazırdır. İndi bir daha oynayaq. Bir ölkə yazaq, Braziliya yazdım. Və sadəcə 2,6% doldu. Belə görürəm ki, aşağı sarı, orta ağ görünür. Bu nə ola bilər? Hələ ki bir dəqiq fikrim yoxdur. Ona görə bir ölkədə yazaq. Vatikanı yazdım. Və bu dəfə 6% oldu. Hə, və bu Saint Lucia'ya oxşuyur. Çünki ağ üçbucaq falan görürəm. Və bəli, Kariblərdə yerləşən bir ölkədir Saint Lucia və bayrağı tapdım. Bu dəfə elə Saint Lucia ilə başlayaq. 6% doldu. Aşağı sarı, burada ağlara niyəsə Ugandanı xatırlatdı. Və bəli, bayraqları sevirəm. Bu dəfə də Uganda ilə başlayaq. Hansı bayraq gizlədilibsə, gələn dəfə o bayraqla başlayacağım. Ugandanı yazdım, 21%, 22% tapdıq. Solda qırmızı görürəm, ortada sarı. Maraqlı, bura hara ola bilər? Bəlkə Gvineya. Yenə tapdım ikincidə. İkincidə tapmaq çox qəşəngdir, ləzzət eləyir. İndi də birincidə tapmaq, yəni demək olar ki, mümkünsüzdür. İkincidə tapmaq ləzzət eləyir. Amma nə idi? Gvineya idi. Gvineya ilə başlayaq. Və 29,4% doldu. İndi burada qırmızı, yaşıl, sarı ulduz görürəm. Surinamı xatırlatdı. Opa! Yenə. Yenə tapdım. İkincidən Surinamı yazdım. Qəşəng 33% doldu. Yaşıl, ağ, qırmızı İtaliya. Çox sadə. Bəli. İndi İtaliya ilə başlayaq. Və 7,9%. Yaşıl biraz tündür, orta ağdır. Meksika yoxsa yox. Meksika olsa qırmızısı da olardı. Hə, bəlkə Nigeriyadır. Yox. 18% oldu. Orta ağ, yuxarılarda yaşıl, yuxarı yaşıl. Nə ola bilər? Hələ ki dəqiq əmin olduğum bir şey yoxdur. Nəsə yazıram. Bir ölkə Tuvalu yazıram, amma olmayacaq onsuz da.
Burada kırmızı bir şey yarandı. Ve aşağıda da ulduzlar var. Ya aşağı sarıdır yəqin ki ona göre. Aşağıda sarı zolaq var. Burada kırmızı bir şey var. Belə bilməmiş olmaram, amma ağlıma gəlmir hazırda. Mozambik olar. Hə, Mozambik olacaq. Hə, tapdım. Dördüncü də tapdım, amma olsun. İndi Mozambik isə Mozambikdən başlayaq. Və 17,8% doldu. Qırmızı üçbucaq yerindədir. Yəqin bu boşluqda qırmızıdır orada. O ulduzun yeri də qırmızı olacaq. Yəqin ki qırmızı bir zolaq var orada. Bəlkə də deyil. Bəlkə də o ərəb ölkələri var, Fələstin. Bəlkə də oradakı qırmızı üçbucaqdır. Amma belə görürəm ki deyilmiş. Qırmızı zolaqla başlayırsa, bəlkə bu heç zolaq deyil, bəlkə bütöv qırmızı bir şey. Bəlkə Albaniya ola bilər bu. Oy. 86,5%. Yo, Montenegro olmaz. Dolma diye. Niye ki? Biçələkdə bu nədir? Niyə belə qarışdı ortalıq? Neyse, yazıram Montenegronu. Nə bayraq diye bu? Hə, axır ki Mərakeş imiş. İndi də Mərakeşdən başlayaq. Və çox gözəl, 0,7%. Sadəcə yaşıl bir hissə. Davam edək, bir şey ataq. Braziliya yazdım. Və 32% doldu. Burada göy bir hissə var və ortadan sarı xətt keçir. Tapmalıyam. Tanzaniya deyil bu. Amma yox, Tanzaniyada aşağı ki bu yaşıl yer göy olmalıdır. Tanzaniya deyil. Çox maraqlıdır. Elə belə yazdım, bəlkə əlavə bir şey taparıq deyə. Tapmalıyam yəni. Yəqin ki bildiyim bir şeydir. Burada nə ola bilər? Atıram elə belə, bəlkə əlavə məlumat taparam deyə. Son 2 hattımız qaldı tapmaq üçün. Sarılı göylü bir şey yazaq. Ay da Solomon adaları. Axırıncıda tapdıq ən azından.
Solomon adaları ilə başlayaq. Və 30% getdi. 2 dənə göy zolaq var. Ulduzlar var. Ortada da sarı bir şey. Və 97%. Onda Nikaragua da. Bəli. Elə Salvadorla çox oxşuyur bayraqlar. Son raundumuzu eləyək bugünlük. Nikaragua ilə başladım. Və çox gözəl 0%. Elə bilə yenə atıram. Rumıniya 22,2%. Yuxarı sarı, aşağı qırmızı. Ya da ki, elə yuxarı sarı, aşağı qırmızı. Ekvador yoxsa Kolumbiya yazımı? Yoxsa yox. Kolumbiya yazıram. Tam oradaları yox. Kolumbiya. Olmadı. Bəlkə şeydi Litva. Litvaymış. Və bunu da tapdıq. Əsas odur ki, heç bir raundda uduzmadım. Bəzi raundlar qəşəng alındı, bəziləri çətin. Amma olsun. Ümid edirəm ki, videonu da bəyənərsiniz. Gələn videolarda görüşənədək sağ olun, salamat qalın.